Xırdalan şəhərində Aytac və Sultan Şadlıq sarayları yaxınlığında 63 kvadrat metrdən ibarət 3 otağa düzəlmə mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağı hissəsindən belə bir qonaq otağı var. Mənzilimizdə görülən əşyalar hər biri qalacaq. Yeni təmir olunub, təmirdən sonra çox az bir müddət yaşayış olub. Bina 8 mərtəbədən ibarətdir. Mənzil yerləşir 6-cı mərtəbədə. Bu hissədə yerləşir mənzilimizin mətbəx hissəsi. Qeyd etdiyim kimi tam əşyalı satılır. Yəni mənzildən heç nə çıxmayacaq. Bütün əşyalar qalacaq. Burada da belə bir mətbəx və mətbəxdən də eyvana çıxış var. Geniş eyvan hissəsi var. Tam yaşayışlı binada bütün kommunallar fasiləsiz olaraq verilir. Mənzilin istilik sistemi kombi sistemdir. Kombi radiatorlar hər biri quraşdırılıb hazır vəziyyətdə. Yəni köç yaşa. Xırdalan şəhərində Nizami Gəncəvi küçəsində yerləşir. Aytac Sultan Şadlıq saraylarının tam yaxınlığındadır. Daha bir otağımız burada var. Mən sizə sonda bu otağı təqdim edəcəm. İndi isə keçək mənzilimizin əsas giriş hissəsindən təqdimata davam edək. Burada yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən belə bir geniş foyer qarşılayır bizləri. Belə bir gözəl, səliqəli, geniş foyer. Bu hissədə daha bir yataq otağımız var. Qeyd etdiyim kimi 63 kvadrat metrdən ibarətdir, 3 otağa düzəlmədir. Binada bütün kommunallar fasiləsiz olaraq verilir, sürətli lift işlək vəziyyətdədir. Burada sanuzelimiz yerləşir və sanuzeldə bütün aksesuarlarla təchiz olunub. Dəyərli izləyicilər, sizin də əgər satışda əmlaklarınız, mülkləriniz varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Onların real bazar qiymətinə satılmasında biz sizə köməklik göstərə bilirik. Və sonda sizə təqdim edəcəm sonuncu yataq otağını. Bu yataq otağına keçməzdən əvvəl bir daha sizlər üçün məlumatı bildirim ki, mənzilimiz Xırdalan şəhərinin mərkəzində yerləşir. Bu ərazidən Heydər Əliyev parkına ayaqla təxminən 5-10 dəqiqəlik məsafədir. 119 saylı avtobus binanın tam yaxınlığından keçir. İndi isə keçək mənzilimizin sonuncu otağı ilə tanış olaq. Burada isə yerləşir mənzilimizin sonuncu otağı, yəni üçüncü otağı. Bu otaqda qeyd etdiyim kimi bütün əşyalar hər biri qalır. Ümumiyyətlə mənzildə təqdimatda gördüyünüz əşyalar hər biri qalır. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşəmədik.